sizlərlə bərabər nətər kesiş eləyəcəyimi öyrədəcəm. Kesiş dediğim mesela maşın videolarında belə kesişlər olur ha. Onu öyrədəcəm. Hadi baxırsınız da baxın nə. İndi birinci videoyu məsələn eləmişdim ha. Onu nətər edəcəyimi göstərəcəm. Girdik. Girəndən sonra görsünüz zaten 30 hem benim videomdu. Sonra bir keçid var ha. Neyse. Bunu silək. İndi sizə nətər eləyəcəyimi göstərəm. Birinci olaraq bunu götürürük. İkinci olaraq o biri eləyəcəyimiz video götürdük. İndi bunu yerini dəyişdiririk, öyrədirəm. Birinci olaraq dostlar, bundakı şeyi onun tam çizgisine olacaq şəkildə qoyuruq. Qoyduqdan sonra götürürük və ən sondakı freeze seçənəyini seçirik. Donur. Donduqdan sonra gedirik və buradakı overlay seçənəyini seçirik. Alta gəlir. Ondan sonra belə eləyirik. Bunu bura çəkirik. Mən 0.5 edirəm. Yəni belə eləmək daha yaxşıdır mənim üçün. Elədikdən sonra dostlar, göstərdiyim kimi eləyəcəksiniz. Birinci olaraq bunu belə seçəcəksiniz və buradakı elmas görünüm bir şey seçəcəksiniz. Yox, bir dəqiqə baxışlayın dostlar. Bunu seçəndən sonra isə remove bit seçəcəksiniz. Eğer bu pullu şey seçəcəksə bunu edin. Bu da seçdiyiniz yerin şəklini çıxardır. Burada amma mən custom ravel'a basırıq. Brush'a basırıq və başlayırıq. Belə rəngləməyə başlayırıq mənim kimi. Rəngləyək. Tez-tez rəngləyirəm. Sıxıcı olmasın. Baxın. Elədikdən sonra OK'ye basırıq. Böyle bir şey oldu. Pis oldu. Ama neyse. Zaten göstermek için edirəm. Ondan sonra buradan çıxırıq. Bura gəlirik. Bura gəldikdən sonra bu elmas tuşuna basırıq. Və sonra yenə basırıq. Sonra bunu belə sildib biraz böyüdün. Alt ekləyirik. Video bak böyle olur. Ondan sonra farklı şeyler de var. Mesela bu bir tanesiydi. Şimdi bunu siləm. Ondan sonra mesela yaxınlaşdırmayı öyrədəcəm sizə. Mesela videoda deyirsiniz ki, mesela bir şəkil seçirsiniz, deyirsiniz ki, mən bunu yaxınlaşdırmaq istəyirəm. Nəsə yaxınlaşdırım. Bunu geririk. Birinci şəkil seçirik. Məsələn, nə işləyək? Ayıb pisdir. Hadi deyirsinizsə, bunu işləyək. Yox, bir dəqiqə, bu deyil. Baxışlayın dostlar, səhv seçdim. İndi gəlirik ekləməyə çıxırıq. Burada məsələn bir videoyu seçirik. Bu videoda deyirsiniz ki, mən yaxınlaşdırmaq istəyirəm. Buraya kimi seçirik və split'e basırıq. Ayırırıq. Ayırdıqdan sonra isə şu elmas tuşuna basırıq. Və başqadakı məsələn belə yaxınlaşdırırıq. Sonra məsələn çəkirik, belə edirik. Sonra məsələn düzləşdiririk. Çoxlu fərqli şeyler var. Məsələn döndərə də bilərik. Döndərmək nətər döndərə edirsə, baxın, döndərə bilirik. Bir dəqiqə. Düzəltdim. Nətər mi oldu, baxın. Başlayanda. Gördünüz.
Yazılımı keçid. Neyse. Bunu belə bəzi videolarda maşın videolarını tapa bilərsiniz. Ondan sonra dostlar gözləyin bir dənə. Dostlar, məsələn, geçiş effektini nətər eləyir? Məsələn, işıqlandırma effektini. Birinci olaraq dostlar basırıq və buradakı mask bölümünü seçirik. Mask bölümünü seçəndən sonra dostlar şuradakı şey seçirik. Seçdik. Mesela ondan sonra bir dəqiqə dostlar, səhv elədim. Lan, bu deyil. Hə, mask bölümünü seçirik. Seçirik dostlar. Biraz kiçildək. Ondan sonra dostlar şeyini seçirik. Onu seçəndən sonra yenə mask şeyini seçirik. Onu seçəndən sonra belə eləyirik. Gördünüz. Baxın belə olur. Hop. Şuna maskı seçək. Yeter olur. Belə oldu dostlar. Belə oldu dostlar. Ondan sonra məsələn başqa şeylər də göstərim. Onda dostlar məsələn fərqli şeylər ola biləcək. Məsələn desək, burada çoxlu şeylər məsələn Reddit var. Onu boş ver. İndi məsələn burada animasiya keçirik. Animasyonda məsələn da belə şeylər var. Burada en sevdiklərimdən biri dostlar. Baxın bax budur. Göstərdiyim kimi. Bu da olur. Böyle sallantılı olur. Fərqli şeylər var da, yəni desəyim. Məsələn, daha nə deyə bilərəm ki? Video ekleyirik. Ben dostlar bir şey anlamamışam. Məsələn, gözümlə elədiyimiz kimi şey eləyək. Şuna tez eləyim. Freeze. Dondurduqdan sonra replace. Lan replace değil. Lan ne oluyor oğlum? Bir dakika dostlar. Ondan sonra mesela fotolardan Lucas Vazquez'in fotoğrafını seçirik. Ondan sonra buradan da videolardan şu videoyu seçirik. Şöyle çevireyim. Şimdi eləyəcəyimiz təşkil şudur. Birinci olarak hop dondurma freezedikten sonra overlay'den sonra şöyle 0.5 mesela bunun sürətini ve yaxud speed big zaman
neyse belə olsun. Ondan sonra böyle qalacaq. Məsələn, bunun sürətini və yaxud sairədə şeyini ayarlaya bilirik. Merak ettim. Onu alta alacağıq. Biraz böyle alta alaq. Hə. Ondan sonra hop. Bu da böyle gəlir. Bir retouch var, effectsler var. Bilmirəm. Ondan sonra preset. Aa, o preseti anladım. O preset şeydir dostlar. Şəffaflığa baxın. O donk. Neyse dostlar, bugünkü videonun sonuna geldik. Sizlerle beraber. Bye.